Salam uşaqlar, bugün sizlərlə birlikdə o dəfə izah eləmişdim 13-ə qədər. Yəni hissə-hissə izah eləyirəm. Buradan da izah eləyəcəm, yəni 14-dən başlayacaq izah eləməyə. Gəlin başlayaq. 14-də deyir, Rasimev tapşırığın əvvəlcə 9-da 3-ünü, sonra 9-da 2-sini həll etdi. Demək 9-da 5-ini, yəni 9-da 3 ilə 9-da 2-ni toplayarıq. 9-da 5. Rasim cəmi 40 çalışma həll etmişsə, demək deyir ki, onun həll olunmayan neçə tapşırığı qalmışdır. Burada birinci eləyəcək, bunun bütövünü tapacaq ki, nə qədər çalışma həll eləyib. Demək 9-da 5-i 40 olan ədəd tapacaq. Yəni 40-ı 5-ə böləcək. 8-i də vuracaq 9-a 72. 72-dən də deyir, həll olunmayan deyir. 72-dən də 40 çıxacaq, eləyəcək 32. Cavabımız 32. Sonra reklam şirkətində çap olunan reklam vərəqlərin bazar ertəsi 8-də 3, çərşənbə axşamı 8-də 1 paylanır. Demək 8-də 4-ü paylanıbdır. Paylanmamış deyir. 150 reklam vərəqi qalmışsa, cəmi neçə reklam vərəqi çap olunmuşdur? Demək, burada birinci belə eləyəcək. 8-də 4-ü paylanıb, 8-də 4-ü də yenə paylanmayıb. Demək, burada belə eləyəcək. 8-də 4-ü, bir dəqiqə. Burada belə eləyəcək. Birinci 8-də 4-ü paylanıb, 8-də 4-ü də paylanmayıbsa, paylanmamış deyirsə, 150 burada yəni 8-də 4-ü 2-yə vurub, 8-də 8 alırıq, yəni tam alırıq da. Ona görə burada 2-yə vurubsa, 150-ni də 2-yə vurarıq, 300. Sonra 16. Traktorcu əvvəlcə torpaq sahəsinin 11-də 2 hissəsini, sonra 11-də 5 hissəsini şumladı. Şumlanmayan 12 hektar torpaq sahəsi qalmışsa, bütün torpaq neçə hektardır? Demək, burada o dəfə də demişdik ki, o birisi məsələdə bütünü tapmaq üçün hissəsinə görə ədəd tapacaq. Yəni, burada birinci 15-də 7 hissəsi şumlanıbsa, 11-də 4 hissəsi şumlanmayıb. Demək, burada 11-də 4 hissəsi 12 olan ədədi tapacaq. Demək, 12-ni də 4-ə böləcək. 3, 3-ü də 11-ə vuracaq, 33. Cavab 33. Sonra Tahir hər ay 360 manat ev kirayəsi verməlidir. O əvvəlcə borcun 6-da 1 hissəsini, sonra qalan borcunun 5-də 4 hissəsini ödədi. Tahirin ev sahibinə nə qədər borcu qaldı? Burada görürük ki, məxrəcləri fərqlidir. Buna görə bunların məxrəclərini bərabərləşdiririk. Bu eləyəcək 5-də 4 eləyəcək 20-də 16. Bu da eləyəcək 6-da 1 də. Daha doğrusu 20-yə yox. Bir dəqiqə. 20-yə yox, 30-a eləyəcək. Kaçdım. 30-a eləyəndə burada olacaq 30-da 24. Burada da eləyəcək 30-da 5. 30-da 5. Demək, bu cəmi 30-da 29-unu ödəyib, 30-da 1-ini də ödəməyibdir. Demək, burada biz belə eləyəcəyik. Burada birinci, burada belə, demək, indi baxdım. Birinci burada belə eləyəcəyik. Bunları ortaq məxrəcə gətirməyəcəyik. Burada 360-ın deyir ki, birinci əvvəlcə borunun 6-da 1 hissəsini, yəni 60-ını ödədik. Sonra 360-ı 5-ə bölüb 4-ə vuracaq. Yəni 5-ə böləndə eləyəcək burada 360-ı 5-ə böləndə. Sonra isə burada deyir ki, qalan borcunun, yəni 360-dan da 60 çıxacaq 300. 300-ü 5-ə böləcək 60. 60-ı da 4-ə vuracaq 240. Demək, 240-dan da 60-ı toplayacaq 300. 300-dən də 360-dan da 300 çıxanda 60. 60 borcu qaldı. Elə oldu da. Sonra deyir ki, Arifin aylıq maaşı 950 manatdır. Arif maaşının 19-da 4 hissəsini ev kirayəsinə, sonra 5-də 1 hissəsini kommunal xərclərə, onda 3 hissəsini geyim üçün sərf etdi. Arifin nə qədər pulu qaldı?
Demək burada belə eləyəcək. 950-ni birinci 19-a böləcək. 950 19-a böləndə eləyəcək. Burada bir dəqiqə 50, 50-ni 4-ə vuracaq 200. Burada yazacaq 200. Sonra 950-nin sonra 5-də 1-ini tapacaq. 950-ni sonra 5-ə böləcək, yəni bu da eləyəcək. Bir dəqiqə. Burada da eləyəcək 190. Demək 190-da 1-ə vuranda heç 190 alınır. Sonra kommunal xərclərə 10-da 3-ünü isə geyim üçün sərf etdik. Demək 950-ni 10 böləcək 95. 95-i də 3-ə vuracaq. Bu da eləyəcək 285. Bizdən deyir nə qədər pulu qaldı? 200 ilə 190 toplasaq eləyər 390. 390-dan 285-i toplasaq eləyər 390-dan 285-i toplayanda eləyir 675. Sonra da 950-dən də çıxacaq 675-i. Bu da eləyəcək 275. Cavabımız olacaq 275. Buradan yazaq 275. Bir dəqiqə. Tamam. 275. Sonra deyir ki, 3 ardıcıl tək ədədin cəmi 235-in 5-də 3 hissəsinə bərabərdir. Yəni 3 ardıcıl tək ədəd deyirsə yazaq 2x üstə 1. Sonra 2x üstə 2. Daha doğrusu 3. Sonra yazırıq üstəcə 2x üstə 5. Bunların cəmi deyir 235-in 5-də 3 hissəsinə bərabərdir. Burada 235-i böləcək 5-ə eləyəcək. Burada eləyəcək 47. Sonra deyir bu ədədlərin demək bunların cəmi eləyir 47 yazaq. Daha doğrusu 47-ni də 3-ə vuracaq. Çalışdım. 47-ni də 3-ə vuranda eləyəcək burada 1. Sonra da olacaq 14. 141. Burada da alındı 141. Demək bunların cəmi 141-ə bərabərdir. 2x, 2x, 2x toplayanda 6x bərabərdir. 1, 3, 5-i toplayanda 6, daha doğrusu 9. 141-i 9 çıxacaq 141-dən. Eləyəcək 132. 132-ni də böləcək 6-ya. Bu da eləyəcək bu da eləyəcək 22. Cavabımız da olacaq. Demək, burada deyir ki, ən böyük ilə ən kiçiyinin cəminin yarısını tapın. Demək, burada 22 ədədirsə, 2x deyə 44, 45 olacaq. Sonraki ədəd 47 olacaq. Sonraki ədəd də 49 olacaq. Ən böyük ilə ən kiçiyinin cəmi, yəni 45 ilə 49-un cəmi eləyəcək 94. 94-ün də yarısı 47. Cavabımız 47. Sonra, demək, indi buraları silək. Tamam, sileyim. Tamam. İndi. Demək burada oldu 47. İndi 20. 3 ardıcıl cüt ədədin cəmi 540-ın 9-da 4 hissəsi. 540-ı 9-a vuranda 60, 60-ı 4-ə vuranda 240-dır. Yazaq burada cüt ədədlər. 2x, 2x üstə 2. Sonra da 2x üstə
4. Bu da eləyir cəmləri 240-a. Sonra deyir bu ədədləri tapın. Tamam, tapaq. Şimdi burada baxın 2x, 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 2x. Daha doğrusu 3 dənə eləyəcək 6x. Sonra 2 ilə 4-ü toplayanda 6, 240-dan 6 çıxacaq 234. 240-ı da 6-ya böləndə eləyəcək 39. Demək x bərabər olur. Bunu silək. X bərabər olur 39-a. Demək 2x birinci. 39-u 2-yə vuranda eləyəcək 78. Sonra 80 və 82 olacaq. Bunlar olacaq. Yəni bizdən deyir bu ədədləri tapın. Demək oldu 78, 80, 82. İndi buraya yazıram. Dəqiqə bunları silək. Demək oldu 78, 80, 81. Demək 21-də deyir 4 ardıcıl natural ədədin cəmi. Bunu silim. Tamam. Natural ədədin cəmi 6-da 5 hissəsi 235 olan ədədə bərabərdir. Demək, natural ədəd deyirsə yazaq x üstə 1, sonra x üstə 2, x üstə 3. Bunların cəmi deyir 6-da 5 hissəsi 235 olan ədədə bərabərdir. 235-i 5-ə böləcək birinci, eləyəcək 47. 47-ni də 6-ya vuracaq. 47-ni də 6-ya vuranda eləyəcək 282. Sonra bunların da deməyəcəmi olur 282. Sonra bu ədədləri tapın. X, 4 dənə x, 4x-imiz bərabərdir. 1, 2, bir dəqiqə. 1, 2, 3 olacaq. 1, 2, 3 toplayanda 6. 282-ni də 6-ya böləcək. 282-ni 6-ya böləndə eləyəcək burada 47. Demək 47 də birinci ədədimiz olur 47. İndi bir dəqiqə bunları silim. Sonra yazaq. Silirik. Tamam. İndi ədədlərimiz oldu 47, 48, 49 və 50. Bunlar. İndi keçək. İndi o birisilərdə o birisi dərsdə izah eləyəcəm. Bu qədər.